Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Xəbərə görə Yedkrapa terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Turkustan Azmusalat Tomay Sinadən məlumat verir ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçuların olduğu bildirilir. Həmçinin ərazidə separatçı simvol olan erməni əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələrinin Ermənistan Müdafiə Nazirliyinin arsenalına aid olduğu qeyd olunur. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid hesab edilir. Ermənistanın sülh bəyanatları ilə belə təxribatçı hərəkətlər arasında ziddiyyət olduğu vurğulanır. Paşinyan hökuməti sadəcə sözlə deyil, əməli addımlarla bölgədə sabitliyin təminatı üçün çalışmalıdır. Ekspertlər qeyd edir ki, terrorçuların sərhəd mövqelərinə yerləşdirilməsi təxribat xarakterlidir və bunun bütün məsuliyyəti Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərindədir.